Deməli, indi baxırıq 6-cı sinifin suallarına. Bu yenə də o bir mətnin ardıdır sanki. Deməli, baxaq birinci sualda nə istəyir bizdən? Kərbəlayı obrazına aid edilə bilməz deyir. Bir dəqiqə. Hökumətlə münasibətləri yaxşı deyir, bu dəqiqdir. Hökumətin ona ehtiyatla yanaşdığını düşünür. Çünki adam göndərirdi bunun yanına. Sonra Abbasqulu bəylə xətir hörmətləri var idi, amma qəddar deyildi. Çünki orada qəddarlığa heç bir şey eləmirdi. Mətnə ad versək çarəsizlikdən doğan kədər ola bilərdi, İsmailin kədəri. Orada nəsə seçim, Kərbəlayı İslamın seçimi də düşünmək olardı əslində, amma konkret olaraq nəsə yox idi orada. Mətnə əsasən yanlış fikirdir. Bu sual düşünürəm anormallıq var. Yaxşılığı keçibdir, bəli, mətndə də göstərir. Abbasqulu sonra deyir ki, Abbasqulu bəy hökumət nümayəndələri göndər. Bu da mətndə var. Cəmiyyətin dəyişdiyini, dəyərlərin pozulduğunu da düşünür. Əslində baxsaq C də var, amma tam deyil. Burada bir də mətnə baxsaq, baxın burada deyir ki, demək istəyirlər ki, bundan sonra lap ağır gələcək. Amma biraz baxsaq, bu burada deyir ki, indi tərsinə çıxır, kötüyü qabağa salıblar. Yəni əslində o bilir ki, ən böyüklərdən, ən güclülərdən idi bu Abbasqulu. Amma baxsaq, mətndə hamısı var burada. Məsəl üçün deyir ki, hökumətə bax da, yəni hökumət nümayəndəsi gəlin. Sonra deyir ki, daha böyük kiçik məsələsi yoxdur. Ağsaqqalın kəlamı, bu da D variantının cavabı idi. Düşünürəm sualda biraz qarışıqlıq var. Ona görə yaxın cavab C olardı. Sonra altından xətt çəkilmiş sözün həqiqi və ya məcazi çəkmək vardı. Orada əlini çəkirdi, amma burada isə başqa mənadaydı. Baxaq, sirməni çəkmək gerçəkdir. Nəyisə tutub özünə çəkmək də gerçəkdir. Qabağa çəkmək də gerçəkdir, amma A variantı deyil. Cüssəcə böyük olduğunu cavab kağızına yazın deyir. Bura baxsaq, baxın, deyir ki, deyir qəmlu, onun kürəyinin hər tərəfi bir vəl boyda idi. Yəni o cümləni oraya yazsaz doğru cavab olacaqdır. Sonra hər iki söz fərqli tələffüz olunur. Baxaq, C-dan sonra sait varsa, deməli olduğu kimi qalacaq. Burada dəyişiklik yoxdur, yəni bu getdi. Bizdən hər ikisi fərqli olsun deyə. Oyuncaq sözündə bu Q olur, oyuncaq almaq, bu belə olacaq. Amma burada topası fərqlənmir. Nəhəng adamda da heç nə dəyişmir. C-dan sonra sait var. Hansı sözün nəyi? Yazılışı səhvdir. Könlüm quşu, mən nə yazır? Nə ömrə acıyır, nə yaşa dünya, başım, beynim tüstülənir. Mənsubiyyətdir, bu haldır. Burada saitlərin düşməsi məsələsidir. Oğlun yaxşısı ata üçün baş ocağıdır. Burada əslində hal şəkilçisi gəldiyinə görə bədən üzvləri qaydasının içində oğul da var. Onlar da düşmür hal şəkilçisinə görə. Hara mı yazılmalı? Şəmbə, sümbül, zəmbil, bura isə pambıq yazılacaq. Sonra baxırıq digər tərəfə. Deməli, müdir, ümid, müdrik, mülahizə. Deməli, cavabımız B oldu. Müxbir olur, müflis olur, üfüq, mühüm. Bu belə. Sualları ilə birbaşa baxıb işlədiyimə görə biraz gec cavab yaza bilərəm. Hansı bucaq ölçəmsə Q olur burada. Açıq aydın doğrudur. Ayaqyalın yox, ayaqyalın, əriklər yox, ərikləri. Nəyə görə? Sait, samit məsələsinə görədir. Tünd qara hərflərlə verilmiş sözün düzgün yazılmışdır. Fənlə N bir dənə olmalıdır. Rəsm xəttə T düşür. His və kül sözləri istisnadır. Bunları unutmayaq ki, bunlar özündən sonra samit gəlsə də düşmür. Bir dənə hissiz sözü var ki, bu istisna sözdür. Sonra keçdik 13-cü suala. Birinci icrasından fərqli. Baxın, bu da
biraz 6-cı siniflər üçün biraz çətin sual ola bilərdi. Birinci buradan yazım 14'dür. Yalnız dodaqlanan saitlər. Bunu baxanda da tapma olurdu. Qoşun A variantı. İndi gəldik 13-cü suala. 13-cü sual eğer düz yazmışsınızsa nə gözəl. Çünki biraz çətindir. Əhvalat olur, sərəncam olur, fərqlisini istəyirdi, düzdürmü? Bir də zəfəran, nəqərat, nəqarət. Bunlar biraz çaşdırır əslində. Bunların bir dənə necə öyrənə bilərik bu tip sualları? Sadəcə olaraq lüğətdən baxaraq fərqli sözləri əzbərləyə bilərik. Yəni məsəl üçün bu çox çaşdırır adamı, zəfəran çaşdırır. Sadəcə əzbərləmək, bunun başqa yolu yoxdur. Təşkilatda nə yoxdur? Bu C-yə çevirir deyə, Ç yoxa çıxır orada. Uzanma yoxdur, alim, mötərizə, şahin. Hamısı uzanır, amma insanda uzanma yoxdur. Baxaq, bəzilərdə deyir, birinci sözün son saiti düşür. Deməli, bir dəqiqə, başqa yerə getdi fikrim. Birinci sözün son saiti düşür. Xaloğlu filan söhbətindir. Hansında yoxdur deyir. Baxaq, Xaloğlu yox, əli açıq, 56, əl əyrilik. Tələffüzün birinci sözün son saiti düşür. Qonşular öbürüz də xala oğlu yox. Bu belə yazaq. Xala oğlu. Tələffüzü belədir. Əl açıq olduğunu düşünürlər. Əli açıq. Bu da belədir. Onun məqsədi sadəcə... bu 56 deyil. Bu elə 56'da olduğu kimidir. Mən elə bildim 56'da. O birisi də əli əyrilik. Qənddan sözündə tələffüzü necə olacaq? Qənddan. Bir-biri ilə qarşılıq təşkil edənlər var. Tığlandır, qarşılıqdır. Doğrudur. Həm qapalı, həm də açıq saitlər bu səhvdir. Çünki qapağı hamısı açıqdır. Səs hərfdə bir fərq var. Artım, azalma yoxdur. Bu da belə. Keçək o biri suala. Teatr mətni idimi? Bu da var. Verilmiş səs artımlarını yazın deyir. Burada cavab olacaq hökümdar. Təəssüfdə düşür, ədəbiyyatda düşür. Bir də radio. Belə olacaq. Radio. Teatr mətni. Birinci mətnimiz asan mətn deyildi. İkinci mətnimizi oxudum bir dəfə. Ümid edirəm ki, elə çətinlik çəkməyəcək işləyəndə. Bakıda uşaqlar üçün tamaşa məncə yalnız nəticədir. Çünki girişdə ümumiyyətcə belə bir söhbət getmir. Baxsaq, giriş birinci abzasdır. Bəlkə əsasla nəticə olsa, onu da düz yazmaq olardı. Demək, cavab B olacaq. Sonra burada Sovet hakimiyyəti qurulduqdan sonra teatrın fəaliyyətinə icazə verilməmişdi. Mətndə deyir ki, 1920-ci ildə təbliğat olmuşdur teatr. Ona görə də problem yoxdur. Mətndə bu sözlərin mənası varmı? Rejissor və s. Dəqiqə, baxaq görək. Rəssamın cizdiyi dekorasiyalar var deyəsən. Çəkdiyi eskiz dekorasiyalar, kostyumlar tikilir. Deməli, mətnə görə tapırıqsa, bir də mən mətnə ən yaxşı baxın. Videonu saxlayın ki, vaxt getməsin. Bir dəqiqə. Deməli, davam edirik. Burada mən elə yazdım, C ilə D-ni yazdım, avtomatik cavab çıxdı. Rəssamı orada D variantı düz gəldi. Elə bu abzasda adamsı. Mən elə bildim fərqli yerlərdədir. Deməli, buradan başlayır. Elə belə davam edir. Baxın, burada orkestr musiqini eləyir, rəssam dekorasiya eləyir, rejissor da yaranmasına filan peşməkan kömək eləyir. Deməli, burada da cavab oldu B variantı. Sonra tünd qara hərflərlə verilmiş sözlərdə şöhrət qazanmaq məcazidir, böyük iş məcazidir, rol oynamaq da məcazidir. Baxırıq, musiqi ifa eləmək isə gerçək mənada olur. Yox, səhv elədim. Bu nöqtələrin yerinə nə yazıla bilməz? Elə bu da eyni şey olur.
ərsəyə gəlir. Deyir, bunun necə yarandığını bilmək. Bəs burada sual var idi. Deməli, necə yarandığını bilirsinizmi? Dəbdəbəli sözü də bir dəqiqə təntənəli sözü var. Belə. Təntənəli. Bir dənə sualda səhv eləmirəmsə qarışıqlıq qaldı. Ümid edirik ki, faydamız dəydi. Sağ olun.